Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil ferecahum. Ya Allah, ötə mövzularda biz danışdıq, tövhidin mənaları barəsində dedik. Bəzi ədəbiyyatlarda təfsirli formada qeyd olunub, bəzi ədəbiyyatlarda icmali formada qeyd olunub. Və müəyyən tövhid əlbəttə ki, mərtəbələrinə toxunduq, dedik, əməllərdə tövhid, xaliqiyyətdə tövhid, zatda tövhid, sifətlərdə tövhid. İnşallah ki, bu məsələni yenə davam etdiririk, çünki əsas önəmli mövzulardan biridir və bizim gələcək dövrdə olan mövzularımız üçün də bir növ müqəddimə rolunu oynayır. Yəni elə bir baza, fundament rolunu oynayır da. Bugün isə inşallah ki, toxunacaq Allahın sifətləri, Allah Taala'nın sifətləri, daha da genişləndirəcək mövzumuzu. Əvvəlcə Quran-ı Kərimdən bir ayə söyləmək istəyirəm ki, Ənkabut surəsinin 6-cı ayəsidir ki, Əziz Allahımız buyurur, Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur. Bununla Allah Taala bir neçə də məsələyə işarə edir. Çünki biz təfsirlərə nəzər yetirsək, görərik ki, adicə 5-6 kəlmədən ibarət olan bir ayənin nə boyda geniş izahı var. Əlbəttə Allah Taala bununla izah etmək istəyir ki, sizin məndən başqa bağlandıqlarınızın ehtiyaclıdır. Amma mən ehtiyacsızam. Mən qüdrətliyəm. Mən əzəmətliyəm. Mən əvvələm. Hər şey belə deyək də bir növ Allahda cəmləşib də, yəni necə deyək, Allahın rızasında cəmləşib, Allahın iznində cəmləşib. Başqa bir ayədə isə Əziz Allahımız buyurur, Təğabun surəsinin 6-cı ayəsində ki, Allahın ehtiyacı yoxdur, Allah heç bir şeyə möhtac deyildir və davamında belə söyləyir, o şükrə, tərifə layiqdir. Şükrə, tərifə layiqdir. Yəni ki, dərinliyi ilə biz bunu götürsək, dəfələrlə də izah vermişik ki, Allahın heç bizim ibadətimizə, itaətimizə, onu şükür etməyimizə belə ehtiyacı yoxdur. Səbəb nədir? Niyə ehtiyacı yoxdur? Bəs yaxşı ehtiyacı yoxdursa, nə ehtiyac var ki, biz Allaha şükür eləyək, onu tərif edək, ona ibadət edək? Burada məsələ nədə cəmləşib? Məsələ bundan ibarətdir ki, insanın buna ehtiyacı var. İnsanın Allaha ehtiyacı var. İnanın ki, insan öz həyatından Allahı çıxartsa, dərdlə üzləşəcək. Bu belədir. Çox böyük çətinliklərlə üzləşəcək. Bəziləri ki, bəzi insanlar ki, biz görə bilərik ki, onların həyatında Allah yoxdur bir növ. Allahı tanımırlar, heç Allaha da ibadət eləmirlər. Amma görürük ki, nə bilim, gündəlik həyatları çox, necə deyim də, fərqlidir. Onlar daim əylənirlər. Əslində onların daxilində elə bir ehtiyaclar var ki, o ehtiyaclar qarşılanmadığı üçün onlar nə vaxt əlaqədə olursan, o kədəri, hüznü hiss edə bilirsən. Mən dəfələrlə belə insanlarla söhbət etmişəm. Onlar deyir ki, biz sıxılırıq. Onlar deyir ki, biz sıxılırıq, biz dözə bilmirik. Bəzən belə insanların axırı nə olur? İntihar olur. Çünki həyatın mənasını başa düşmürlər. Həyatda niyə vardırlar, onu başa düşmürlər. Allah anlayışını görə bilmirlər öz həyatlarında, situasiyalarda Allah anlayışını görə bilmirlər deyə. Nəticədə bu da bir çox zaman intihara səbəb olur. Bir çox zaman 99% hallarda insanı kədərə, dərdə, pessimizmə yönəldən amillərdən biridir. Amma ki, insan ki, bilsə ki, onun arxasında Allah var, dayağı Allahdır, yəni ki, Allah hər bir şeyə, belə deyək, onsuz da qadirdir də və o da Allaha arxalanıb, belə bir insanın beli heç bir zaman yerə gəlməz, yerə dəyməz. Çünki bütün işlərində Allahı görür və bütün işlərini də Allahın rızası üçün yerinə yetirir. Necə ki, İmam Hüseyin əleyhissalam ki, belə şəhid olanda nə demişdi? Demişdi, məndən razı qaldın. Yəni, bu boyda Kərbəla hadisəsini biz götürüb təhlil eləyəndə yenə tövhid anlayışını görürük. Orada tövhiddən başqa bir şey yoxdur. Əslində elə tövhid o məsələdə bir növ cəm halını alır. Bəli, davam edirik.
hədislərdə deyilir ki, səhv etmirəmsə İmam Musa Kazım əleyhissalamdandır. Buyurur, Allah onun sifətlərinin həqiqətə yetişilməsindən çox-çox uca və əzəmətlidir. O özünü vəsf etdiyi kimi vəsf edin və bundan qeyri şeylərdən çəkinin. Allah Taala demək, üzr istəyirəm, hədisdə deyilir ki, Allah Taala necə özünü vəsf eləyir Qurani Kərimdə. Deyir, ancaq bununla yetinin. Yəni bundan artığını ki insan, misal üçün mən insanlarla qarşılaşmışam, onlar söyləyir ki, mən Allahı nura bənzədirəm. Və yaxud da ki, bəzi kəslər var, Qiyamət surəsinin 22-ci ayəsinin əlində bayraq tutur, 22-ci və 23-cü ayəsinin. Deyirlər ki, biz Allahı görəcəyik. Yəni, o, belə deyək də, qiyamət səhnəsində Allahı görəcəyik. Əslində, bunların hamısı düz, yəni ki, belə deyək də, tərcümələrdə əlbəttə ki də müəyyən nöqsanlar var. Çünki ərəb dilini, bizim dilimizi o qədər də əhatə etmir. Öz yerində insanlar təfsirlərə müraciət etməlidir. Biz təfsirləri oxuyanda görürük ki, insanlar ki, yəni ki, o Qiyamət surəsinin 22-ci ayəsində biz görəcəyik, nəyə görəcəyik? Yəni Allahın lütfünü görəcəyik, Allahın cəlal sifətini görəcəyik, Allahın camal sifətini görəcəyik. Əslində kamil insan elə bu dünyadan, elə bu yaşadığımız dünyadan Allahı görür onsuz da. Yəni ki, İmam Əli əleyhissalama sual verilmişdi. Səhv etmirəmsə bir Yəhudi idi, söyləmişdi ki, yəni ki, sən Allahı görürsən. İmam Əli əleyhissalam buyurmuşdu ki, yəni görmədiyimə ibadət edin. O da demişdi, necə yəni görürsən? İmam buyurmuşdu ki, vay sənin halvaydı. Yəni deyir, bu gözlər onu görməkdə, onu dərk etməkdə çox-çox acizdir, çox-çox acizdir. Deyir, ancaq onu bilirsən necə? Biz Allahı əslində görə bilərik. Bütün ətrafımız onun xəlq etdikləridir. Bütün ətrafımızda onun sevgisini, məhəbbətini hiss edə bilərik. Niyə? Səbəb nədir? Çünki Allah Taala nə yaradıbsa bizə eşqindən yaradıb, bizə sevgisindən yaradıb. Baxın, bir məsələ var. Bir kəsi sevirsən öz mənfəətin üçün. Bir də var ki, sevgi də var, sənin xoşbəxtliyi üçün, sənin mənfəətin üçün bir kəs səni sevir. Allahın insanlara qarşı sevgisi belədir, möminlərə xüsusilə. Allah rəhmandır və rəhimdir. Rəhmandır hamıya, rəhimdir amma möminlərə rəhimlidir. Başqa bir hədisdə buyurulur ki, Quranda olan şeylərdən başqasına keçməyin. Xüsusilə tövhid mövzusunda ki, tövhid Allahın ki biz məth etmək istəyirik ki, onsuz da bu sözlər çox-çox acizdir. Biz Allahı vəsf eləyə bilmərik. Bu əqlimiz onu dərk etməkdən çox-çox uzaqdır. Acizdir bizim ağlımız. Onu dərk eləyə bilmərik. Hətta bir hədisdə İmam Səccad əleyhissalam buyurur ki, əgər göylərin və yerin əhli Allah Taala'nın əzəmətini vəsf etmək üçün bir araya cəm olsalar, buna qüdrətləri çatmaz. İnanırsınız, bəzən bizim dediyimiz sözlər, o kəlmələr o qədər acizdir ki, biz fikrimizi izah eləyə bilmirik. Elə ancaq bir söz axtarırıq ki, necə fikrimizi izah eləyək ki, Allahla bağlı məsələdə, tövhidlə bağlı məsələdə çox-çox çətindir. Biz bir çox zaman deyirik ki, Allah öz elmi ilə bilir. Əslində bu söz bir növ yanlış sözdür. Əgər biz bunu belə desək, Allah Taala öz elmi ilə bilir, bir növ Allahı ehtiyaclı bilmiş olarıq. Yəni o elmə ehtiyaclıdır. Yox, axı bütün Quranda da deyilir, hədislərdə də var ki, Allah Taala ehtiyacsızdır axı. Və ehtiyaclı olan bir şey Rəbb anlayışından uzaqdır. Deməli, o elm elə zatın özündədir. Elm o zatın özündədir. Nə zata əlavə olunub, nə zatdan bir qıraqdadır. Elə o zatın özündədir, cəmləşib. İnsan bunu təsəvvür edə bilmir, insan bunu bir növ dərk edə bilmir, qalır belə aciz. Ona görə biz deyirik ki, Allah Taala öz əzəli elmi ilə bilir. Bir çox zaman yenə də deyirəm, bu sözlər ifadə edə bilmir. Allah Taala'nın bu kəlmələr ifadə edə bilməz. Yəni bu kəlmələr çox-çox acizdir. İnşallah ki,
Bir də izah eləmək istəyirəm, ötən mövzularda biz toxunduq zati və feili sifətlər nələrdir? Elə gəldik zat mövzusuna, bir var zati sifətlər, bir var feili sifətlər. Nədir bunların fərqi? İzah vermişdik də ötən mövzuda zati sifətlər nədir, feili sifətlər nədir? Birinci məsələ budur, zati sifətlər qədimdir. Misal üçün, Allah Taala biləndir. Allah Taala əvvəl bilməyib, yəni sonradan bilib, belə bir şey var? Yox, belə bir şey yoxdur. Allah Taala əzəldən biləndir. Ona görə zati sifətlər qədimdir. Yaxşı? Yəni zati sifətlərdən biri də Allah Taala'nın bilənliyidir də, yəni bilgisidir. Feili sifətlər isə hadisdir, sonradan yaranandır. Niyə görə sonradan yaranandır? Çünki misal üçün Rəzzaq anlayışı, Allah Taala ruzi verəndir. Mən olmalıyam ki, ötən mövzuda demişdi, Allah Taala mənə ruzi versin. Mən sonradan bir yaradılış olduğum üçün artıq feili sifətlər nə olur? Yəni bir obyektə yönəlir də, mənə doğru yönəldiyi üçün, fikrimi izah edə bilirəm də yəqin ki. Mənə doğru yönəldiyi üçün avtomatik o feili sifətlər belə hadisdir, sonradan yaranandır. Amma burada bir şey var da, feili sifətlər elə zatın gördüyü işdir. Bir var fail, bir var feil. Fail Allahdır. Failin özü gözəl olduğu üçün feili də gözəldir. Yaxşı? Gördüyü işlər də gözəldir. Zati sifətlər zatın özüdür, eynisidir. Yəni Allah bilgilidir, Allah biləndir, Allah elmlidir, qüdrətlidir. Bu elə zatın özü və eynisidir. Amma feili sifətlər belədir, yox belədir. Feili sifətlər zatın gördüyü işə deyirlər. Və yaxud da ki, zati sifətləri inkar etmək küfürdür. Qayıdıb deyəsən ki, Allah Taala bilən deyil. Bu küfürdür. Bu küfürdür. Və yaxud da Allah Taala qüdrətsizdir. Bu küfürdür. Amma feili sifətləri inkar etmək küfür deyil. Niyə? Niyə? Misal üçün, murid var istəmək. İstəmək deyərlər də muridə. Bunun bir əksi də var, karih. İradə etməyən, istəməyən. Misal üçün, muriddir. Allah Taala istəyib, misal üçün də bir şeyi xəlq edib. Karihdir. İstəməyib, xəlq eləməyib. Yəni, zati sifətlərin əksini demək küfürdür. Amma feili sifətlərin əksini demək küfür deyil. Zati sifətlərdə zaman qeydi yoxdur. Misal üçün, Allah Taala biləndir, bilgilidir. Burada zaman var ya, yoxdur. Amma feili sifətlərdə zaman qeydi var. Zaman qeydi var. Çünki, baxın, mənim özüm ki, bir insan olaraq bir zaman daxilindəyəm, bir məkan daxilindəyəm. Allah Taala Rəzzaqdır, ruzi verəndir və avtomatik nə olur? Burada nə baş verir? Artıq burada bir zaman qeydi var. Və yaxud da ki, Allah Taala muriddir, iradə edəndir. Avtomatik burada məxluqatı yaradanda bir zaman qeydi var burada. Və yaxud da zati sifətlərin əksini Allaha nisbət vermək olmaz. Dedik ki, bu nədir? Küfürdür. Lakin feili sifətlərdə olar. Zati sifətlərin varlığı elə onun özündən qaynaqlanır. Feili sifətlər necədir? Zatın gördüyü işə deyirlər. İnşallah ki, zati sifətlər və feili sifətləri də bu şəkildə izah etdik. Təbərrük məqsədindən bir-iki dənə də hədis deyərəm. Deməli, Şeyx Səduq Tövhid kitabı səhifə 140, hədis 5, bab 11. Hədisdə belə buyurulur. İmam Muhammed Baqir əleyhissalamdan zati sifətlər barəsində Allah təbarək və təala var idi, əzəldən yəni var idi və ondan başqa heç bir şey yox idi. O zülməti olmayan nur idi, yalanı olmayan sadiq idi, cəhaləti olmayan alim idi, ölümü olmayan diri idi. O bu gündə belədir və əbədi olaraq da həmişə belə olacaq. Həmişə belə olacaq. Allah Taala daim var. Allah Taala daim qüdrətlidir. Allah Taala'nın səltənətindən bir şey əskilməz və yaxud da bir şey artmaz. Onun üçün dənizi yarmaqla sənə ruzi vermək arasında asanlıq, çətinlik deyilən bir şey yoxdur. İnsan bunu anlasa, insan bunu bilsə, inanın ki, heç kimə ehtiyac duymaz. Allahdan başqa heç kimə ehtiyac duymaz. Ya Allaha ibadət eləyəcəksən, ötən mövzularda dedik, ya Allaha ibadət eləyəcəksən, ya da Allahdan qeyrilərinə. Ya Allaha ibadət eləyəcəksən, ya tağuta ibadət eləyəcəksən, seçim sənindir. Seç, onsuz da ibadət eləyəcəksən. Çünki sənin bu
belə deyək də, daxilində ibadət eşqi var, ibadət ehtiyacı var. Sən bunu nəyinsə vasitəsilə qarşılamalısan. İnsan ac olanda yemək yeyir. Ya haram yeməkdən, qidalardan yeyəcək, ya halal qidalardan yeyəcək. Bu məsələ də belədir. Sənin bir ibadət etmək ehtiyacın var. Və bu ibadətin Allaha heç bir xeyri yoxdur. Sənin özünə xeyri var. Sənin özünə lazımdır. Sənin ayağında durmağın üçün lazımdır. Sənin özünü müdafiə etməyin üçün lazımdır. Sənə lazımdır. Axı sən bu 70 ildən ibarət deyilsən. Sən ölüb gedəcəksən. Ölüb nə mənada gedəcəksən? Yox olmayacaqsan axı. Sən belə deyək də yaradılış cəhətindən daim varsan. Allah səni yaradıb və daim varsan. Bu dünyadakı belə deyək, o müəyyən bir dövr bitdikdən sonra bərzəxdir, qiyamətdir, sonra inşallah ki cənnətdir. Allah bizi cəhənnəmdən uzaq eləsin. Görürsən, sən daim varsan və bu dünya sənin istəklərini qarşılaya bilməyəcək qədər acizdir. Amma Allah Taala bu dünyaya ticarət anlayışını verir. Deyir, bu dünya bir növ ticarətdir. Bax gör kimə satırsan, alıcı kimdir? Sənin həyatın, canın, ruhun bir nədir? Əmtədir, onu satacaqsan. Bax gör kimə satırsan. Fe'li sifətlər barəsində də İmam Əli ibn Musa Rızadan bir hədis var, onu da səsləndirim. İmam buyurur ki, bütün feillər, yəni fe'li sifətlər sonradan yaranandır. Belə, 2 dənə mövzuya toxunduq, sifətlər mövzusuna toxunduq. Zati sifətlərlə fe'li sifətlərin izahını verdik. İnşallah ki, gələn mövzularda da biz toxunacaq sübuti sifətlər. Sübuti sifətlərə toxunduqdan sonra səhv etmirəmsə səlbi sifətlərə də toxunacaq. Bugünkü mövzumuz bu qədər. Biraz qısa oldu və keçən mövzuların bir növ ümumiləşdirdik, izah etdik. Kiminsə də nəsə sualı varsa səsləndirək inşallah. Bismillah. Buyurun. Kiminsə sualı var? Yoxdur. Nəsə qaranlıq qalan məqam, nəsə suallar varsa səsləndirin. Məndə yox. Məhəmməd bəy sizdə var? Sual. Təşəkkür edirəm, var olasınız. Bu istinin günündə də əziyyət çəkdiniz, qoşuldunuz, məni dinlədiniz. Var olasınız. Allah Taala sizi Quran və Əhl-i Beytdən ayrı salmasın. Öyrəndiklərimizin, oxuduqlarımızın həyatımıza inşallah ki təsirli olmağına, Quran və Əhl-i Beytdən ayrı düşməməyimizə, bu dünyada izzətlə yaşayıb, elə izzətlə də bu dünyadan köçməyimizə Peyğəmbər və Ali Peyğəmbərə salavat gətirək və mövzumuzda yekunlaşdıraq. Allahümmə salli alə Muhammedin və Ali Muhammed. Allah, siz də mənə dua eləyin. İnşallah ki, mövzuları çatdıra bilim sizlərə, izah eləyə bilim. Və öz həyatımız üçün təsirli olmağı üçün də dua edin. Xahiş edirəm sizdə. Çox sağ olun, təşəkkür edirəm. Mövzunu da göndərəcəm qrupa, orada ətraflı şəkildə də oxuyarsınız. Allah köməyinizdə olsun. Cümləmizdə inşallah. Sağ olun. Sağ olun, cümləmizdə inşallah.